Üçüncü, s bitişdiricisi. S bitişdiricisi yalnız mənsubiyyət şəkilçili sözlərdə iştirak eləyir. Ona görə bunun iki işlənmə məqamı var. Əgər sözdə s, yəni şəkilçi və kök məqamında s işlənibsə, o ya söz sonluğu olacaq, yəni kökə daxil olacaq, ya da bitişdirici olacaq. Nümunəyə baxırıq. Nəfəsi sözündəki s, s-ya qədərki hissəni yoxlayırıq. Nəfə məna vermədi deyə s burada bitişdirici ola bilməz. Sözün kökü nəfəs, yəni s oldu söz sonluğu, isə oldu şəkilçi. Yəni bu sözdə artıq bitişdirici yoxdur. İkinci sözdə nəvəsi sözündəki s, s-ya qədərki hissə nəvə məna verdi. Deməli, nəvə sözün köküdür və i şəkilçisi ona s bitişdiricinə qoşulub. Deməli, buradakı s isə bitişdiricidir. Deməli, s-nın araşdırılmasında iki məqama diqqətli olmaq lazımdır. S harda bitişdirici kimi işlənib soruşulursa və yaxud testlər belə soruşur, birində s bitişdiricisindən istifadə olunub və yaxud adı çəkilmir, elə deyir, birincə bitişdirici samit var və yaxud yoxdur. Bu tipli testlərdə həmişə s-ya qədərki hissəni, eləcə də ümumi soruşulursa n və ya qədərki hissəni deməli, mütləq yoxlamaq lazımdır. Əgər bu samitlərə qədərki hissə saitlə bitir və məna verirsə, deməli, oradakı bu üç samit, eləcə də s samiti bitişdiricidir. Yox, məna vermirsə, s daxil olmaqla məna verirsə, eləcə də n və y daxil olmaqla məna verirsə, onda artıq bunlar söz sonluğu olur və həmin sözdə bitişdirici olmur. İndi n və y-dan fərqli olaraq s ancaq şəkilçi və söz sonluğu kimi işlənir. Belə bitişdirici və söz sonluğu kimi işlənir. Yəni onun təhrikdə şəkilçi kimi işlənmə xüsusiyyəti yoxdur. Ona görə s bitişdiricisini araşdırarkən yalnız bir tətbiqdən istifadə etmək lazımdır. S-ya qədərki hissə saitlə bitib məna verir, vermir. Vermirsə, deməli, burada bitişdirici deyil. Əgər verirsə, deməli, bitişdiricidir. Bitişdiricilər haqqında bu qədər və növbəti izahlarda test tapşırıqları üzrə yəqin ki, bu nümunələrin izahına bir daha tətbiqi şəkildə qayıdarıq.